Salam dostlar, xoş gördük sizləri. Dünəndən də belə bir proqram tapmışam. Həqiqətən də çox xoşuma gəldi. Yəni araşdırdım, rəyləri oxudum, orada burada araşdırma elədim. Yəni müsbət rəylər çox aldım. Özümün bura dünən yatırım elədim, 1.30 manat yatırım elədim. İndi qeydiyyatı sizə izah edirəm. Qeydiyyat linkini, yəni bu proqramda qeydiyyat linki yorum hissəsində bir açıqlama bölümündə var. Qeydiyyatdan keçdi, vurdu üzərinə belə bir yer gələcək ki, mani kesin qeydiyyatdan. Keçdiniz, məsələn, bura ölkəni Azərbaycan seçirsiniz. Bura referans kod yazırsınız. Mənim referans kodum 1251 olmalıdır. 125151. 5151. Bu olmalıdır. Olmazsa yorumda yazacağım. Bura telefon nömrənizi yazırsınız. Bura şifrəni yazırsınız. İki dənə eyni şifrəni eyni yazırsınız. Doğum tarixini yazırsınız və qeyddən keçirsiniz. Təsdiqləyirsiniz qeydiyyatı. Qeydiyyat təsdiqləyəndən sonra proqrama daxil olursunuz. İndi mən sizə onu göstərim. Proqrama daxil olun və sizə bir onları göstərim. İndi mən hesabıma daxil oluram. Deməli gələndən sonra sizə də belə bir yer açılacaq. Gördüyünüz kimi baxın belə bir yer açılır. Yəni bunlar var. Bunlara çox dəymirsiniz. Mən indi bir dünəndə biraz araşdırma elədim. Necə olur onları sizə izah edəcəm. Burada ücretsiz gəlir də var. Ücretsiz gəlir sözünə vurursunuz. Görürsünüz ki, burada belə bir ekran verir. Bunun üzərinə vurub coinləri yığa bilirsiniz. Baxın, buradan belə vurursunuz. Aşağıda göstərir. Yəni faizlərini göstərir. Bu 10.000 diyorsa 1000 oldu. Deyəsən dolları çevirmək olur, səhv eləmirəmsə. Bu üzərinə belə vurursunuz. Gedir buradan. Stat geri sözünə daxil olaraq görək. Maksimum. Görün nə qədər deyəcək. Yəni minimum 1000. 1000 olmalıdır. Bu 1000 olandan sonra deməli biz göndərə biləcəyik bunu balansımıza. Bu öz yerində. Yəni bunu hər də vaxt olduqca giriş bir ekrana vurursunuz. Onsa ki baxın mənim saxlayan kimi burada artır. Baxın oldu 3, olacaq indi 5. Bu artır yavaş-yavaş. Yuxarıdakı batarya işarəsi də öz artır arxa fonda. Belə vuraq bir dənə. 164, 160 bax belə yavaş-yavaş gedir. Gördüğünüz gibi bir ekrana vurursunuz. İstəsə ekran tıklayıcı da eləmiyorlar. Məncə ən eləyin ki, çox şübhəli görsənməsin. Buna görə deyirəm. Baxın, belə vuraq. Bilən bunu bir edək görün nə olacaq. Gördüğünüz kimi baxın yavaş-yavaş gedir. Belə-beləcə artır buradan. Yəqin ki, hələ ki göndərmək olmayacaq məncə. Baxaq. Minimum 1000 olmalıdır da. Yəni minimum 1000 olmalıdır. 1 nöqtə yox, 1000 olmalıdır bura. Burada 1 də hələ ki bu. Bu 1000 olduqda göndərirsiniz ora. Gələk indi burada necə burada faiz qazanmaq olur? Mən indi onu izah edəcəm. Baxın burada cüzdan yeri var. Cüzdan yerinə gəlirsiniz. Lazım olan cüzdanı gəlsin. İndi sizə balans artımını göstərim. Burada necə pul qoyulur. Gördüyünüz kimi baxın burada USD var, AFG var, Binab var. Bax belə bir yer. USD-yə gəlirsiniz belə. Gəlir yatırım. Mən dünən yatırım edim. Yatırım sözünə gəlirsiniz. Yatırım sözünə gələndən sonra. Gəldiniz. Buradakı adres var. Baxın bunu kopyalayırsınız. Görürsünüz bu CD PEP 2. Daxil olsun Binance'a. Göndərəndə burada bunu seçirsiniz. PEP 20. Onu seçib göndərirsiniz bura. Bura gəlir. Mən dünən bura göndərdim. Mən pul çıxartdım. Həm də ki pul əlavə etmişdim. Bir də çıxarış elədim. Balansıma köçdü. 10 dəqiqə köçdü balansıma. Onu etibarlayıb təzən pul atdım bura. Pul atandan sonra gəldiniz bura. Bunları deməli çevirmək lazımdır AFG coin'a. Əgər siz faiz qazanmaq istəyirsinizsə. Gəlin indi mən sizə yatırım yerinə daxil olum. Onu göstərim. Deməli mən axşam da araşdırdım. Bura əgər 100 manat pul qoysam, tutaq ki da 100 manat pul qoysam bura, günə mənə verir hardasa aya 18 manat 20 manat pul gəlir hər ay 100 manat üzərinə. Baxın mən bura qoymuşam. Deməli yatırım eləmişəm. 16 afcoin'də belə deyək. 16 hələ ki düz göstərmir. Bir gün keçmir. Tam bir gün keçəndən sonra bu saat göstərəcək burada mənim faiz gəlirimi. Göstərəcək faiz. Baxın günlük yatırım 0.6 faiz hesablayıb. Bu indi bilmədim bu nə deməkdir. 3x vurur. Belə hesablanır. Yəni siz elə bir yatırım etdiniz bura. Gəlirsiniz bura dəyişim yerinə. Əgər balans artırmışsınız da burada dollarınız var. Gəlirsiniz dəyişim yerinə. Gəldiniz. Tutaq ki USD-ni AFG coin çevirmək istəyirsiniz. Maksimuma vurursunuz belə. Vurursunuz, dəyişdi sözünə vurursunuz. Keçirirsə AFG coin-a.
Minimum 12 Afik coin olmalıdır ki sonra yatırım edəsiniz. Ona görə siz bura minimum ən azı bir 20 manat yatırım edə bilərsiniz ki, gündəlik qazancınız gəlsin. Minimum 20 manatdır. Mənim fikrim indi bura daha çox yatırım eləməkdir. İndi düzəl 30 manat etmişəm. Yavaş-yavaş 100-ə keçmək istəyirəm, sonra 200-ə. Belə yatırım eləmək istəyirəm. Nəysə, tutaq ki, çevirdiniz, siz bunu Afcoin-ə, USD-ni. Gəldiniz, yəni yatırım yerinə gəlirsiniz, dediyim kimi. Gəlirsiniz bura. Nə idi? Gəldiniz bura. Buradan yenə baxın, gəlirsiniz aşağı. Maksimum vuran kimi sizin coinlər keçəcək bura. Yatırım yap sözünə vurursunuz və sizin gündəlik faizinizi hesablayacaq. Bunun haqqında gələcəkdə yəni çoxlu paylaşımlar edəcəm. Mütləq izləmədə qalın, abunə olun, bildirimləri açın. Mən paylaşım edəndə sizə bildirim mütləq gəlsin. Həqiqətən də yəni mən bunun rəylərini də oxudum. Çox yəni qəşəng rəylər yazıblar da. Çox YouTube-da da paylaşıblar. Çox gözəldir. Yəni kim istəsə keçsin, qeydiyyatdan istifadə eləsin. Dəvət kodum, yenə deyim, dəvət kodum mütləq lazımdır. Yoxsa qeydiyyatdan keçmək olmur. Mən özüm dəvət kodu yazıb qeydiyyatdan keçmişəm. Rahat şəkildə keçsin qeydiyyatdan. Yəni gəlir ücretsiz gəlir sözünə gəlirsiniz. Baxın ki burada bizim gördüyünüz kimi baxın 75 olub artır. Yəni də vurursunuz belə üzərindən yavaşa yığırsınız. Yəni 1000 Afcoin yığsaz çox pul edir. Həqiqətən də çox pul edir. Yəni indi baxın da sizin düzü biraz yığma bəlkə də bunu bir aylar ala bilər. İndi kimi vaxtı varsa daha çox yığa bilər burada. Bu qədər dostlar, kiminlə sözü sualı olsa yazsın, kömək eləməyə hazıram. Gördüyünüz kimi azdan çoxdan bəzi məlumat verdim sizə. Burada çarxda var, düzü bunu hələ tam anlayışım yoxdur, bu necədir. Daxil oluram, çarxı fırlaya bilmirəm amma burada. Bu tam hələ bilmirəm nə deməkdir. İndi bunu da araşdırıb sizə deyərəm. Burada nəsə, aşağı gəldikcə neysə var burada. Üçün üstünə vuraq. Bilmirəm burada nəysə faizlər yığılır, nə yığılır. Onu da ki, yavaş araşdırarıq. Siz özünüz də indi qeyddən keçib araşdırın. Özünüz də görəcəksiniz. Bu qədər. Kiminlə sözü sualı olsa yazsın, kömək eləməyə hazıram. Qeydiyyat linki yenə deyirəm, yorum hissəsində açıqlanan bölümündə var. Dəvət kodunu da ayrıca yazacağım. Oradan mütləq götürün. Yəni, rahat dəvət kodum mənim. Orada görəcəksiniz. Bu qədər. Sağ olun. Kiminlə sözü sualı olsa yazsın mənə. Digər videolarıma da baxın. Çoxlu videolar paylaşmışam pul qazanmağa aid. Keçin qeydiyyatdan pulunuzu qazanıb. Birinci az risk eləyin. Sonradan baxın, yaxşı oldu, xoşunuza gəldi. Çox yatırım edə bilərsiniz. Çünki mən belə edirəm, ona görə sizə belə məsləhət görürəm.